Hər vaxtınız xeyir. Sizi yeni videoda xoş gördük. Artıq kanalımızda videolar yükləməyə başlayıb proqramlaşdırma öyrənirik və öyrənməyə də davam edəcəyik. Elə bu videoda da mən sizə istədim biraz süni intellektdən və süni intellektin proqramlaşdırma öyrənənlər və ya son illərdə proqramlaşdırma öyrənmiş adamların üzərində yaratdığı qara buludlardan, neqativ fikirlərdən danışım. Süni intellekt. Süni intellekt uzun illərdir insan kimi düşünən, insan kimi qərar verə bilən, məsələləri analiz edə bilən və cavablar verə bilən sistemlərə, proqrama verilən ad olub. Hal-hazırda süni intellekti biz daha çox ChatGPT olaraq bilirik, ChatGPT olaraq tanıyırıq. Və bu kifayət qədər başa düşüləndir, çünki ChatGPT bu sahədə irəlidə olub və süni intellektin böyük əksəriyyət tərəfindən tanınmasında ciddi rol oynayıb. Qısaca ChatGPT və ChatGPT bənzəri proqramların necə işlədiyindən danışsaq, bu proqramlar internetdə ictimaiyyətə açıq olan və ya hətta qismən açıq olan çoxlu məlumatları yazı şəklində oxuyublar və bir növ özlərini həmin sahələrdə yetişdiriblər, həmin sahələri başa düşəcək formaya gətiriblər. Bunu sözlər arasında əlaqələr quraraq, cümlələr arasında əlaqələr quraraq, sahələr arasında əlaqələr quraraq ediblər. Bu məsələnin bundan sonrası biraz texniki məsələdir. Mən çalışıram ki, vaxtım olduğu qədəri ilə süni intellektlər haqqında öyrənim və öyrəndikcə bu kanalda da bu məsələlər haqqında paylaşacağam. Gələcəkdə süni intellektlə bağlı daha çox videolar görəcəksiniz. Bugünün mövzusu isə daha çox süni intellektin yaratdığı fürsətlər və ümumiyyətlə süni intellektin insanlarda yaratdığı bu neqativ təsirlərlə bağlıdır. Süni intellekti bir iqtisadi termin kimi dəyərləndirsək, buna yaradıcı yıxım adı verməliyik. Mən bu terminlə ilk dəfə Dara Nəcəmoğlu'nun Why Nations Fail kitabı ilə tanış olmuşdum. Azərbaycancası Millətlər Niyə Tənəzzül Edir kitabı. Olduqca maraqlı kitabdır. Azərbaycanda yaşayan, ümumiyyətlə inkişaf etməkdə olan ölkələrdə yaşayan insanların oxumalı olduğu bir kitabdır. Tövsiyə edirəm. Lakin bu termin uzun müddətli iqtisadiyyatçılar tərəfindən bilinən bir termindir. Bu termin daha əvvəllər Joseph Schumpeter adlı bir alim tərəfindən istifadə olunub. Bu termin nədir? Bir növ girişimci adamların, işsevən adamların, yeni şeyləri yaratmağı sevən, yeni şeylər fikirləşən adamların etdikləri innovasiyaların bir tərəfdən yeni iş sahələri yaratmaqda, iqtisadiyyata müəyyən yeniliklər verməsi və paralel olaraq digər tərəfdə isə iqtisadiyyatdakı bəzi iş adamlarının əllərindən işi alması və ya bazarları kiçilməsi mənasına gəlir. Gəlin bu yaradıcı yıxım termininin nümunələri ilə tanış olaq. Yaradıcı yıxımın ən bilinən nümunələrindən biri at arabalarından avtomobillərə keçid. Əvvəllər insanlar at arabaları ilə bir yerdən başqa yerə gedərkən bir müddətdən sonra mühərriklərin kəşf olunması nəticəsində at arabalarını başqa nəqliyyat vasitəsi olan avtomobillərə əvəz etməyə başladı. Və bu bazarda müəyyən dinamikanın dəyişməsi ilə nəticələndi. Çünki at arabaları təkcə at arabalı istehsalı ilə məşğul olan və ya at yetişdirən insanların işinə təsir edən bir şey deyil. Burada çoxlu başqa sahələr rol oynayır. Misal üçün dəmir sahəsi rol oynayır, hansı ki at arabalarının təkərlərini düzəltmək üçün və ya taxta sahəsi rol oynayır. Burada həmin at arabaların skeletini formalaşdırmaq üçün. Bundan əlavə yem sahəsində təsiri var. Həmin o at arabalarında istifadə olunan atların bəslənməsi üçün və s. Çoxlu bu formada sənayilər at arabalarının istehsalı üçün işləyirlər. Və yaradıcı yıxımla ortaya çıxan avtomobil bir növ bu sənayeyə böyük təsir etmiş olur. Amma paralel olaraq kənarda başqa sənayilər yaradır. Misal üçün, daha əvvəllər dəmir təkərlər istehsal edən şirkətlərin bazarının yerinə artıq daha fərqli tip təkərlər formalaşmış olur və ya taxta materiallar əvəzinə daha çox dəmir konstruksiyalar istifadə olunur və nəticə olaraq bu sahənin inkişafı ilə nəticələnir. Nəticə olaraq nə olur? Yaradıcı yıxım bir növ bir tərəfdə insanların işini əlindən alır, digər tərəfdə isə başqa insanlara iş verir. Bunu sizə nəyə görə deyirəm? Yaradıcı yıxım təkcə bizim başımıza gələn bir şey deyil. Mən internetdə görürəm, insanlar bu məsələni elə büruzə verirlər ki, bir növ 60 il ömrümüz var və bu ömrümüzdə gəldi, bizə süni intellekt rast gəldi. İşimizi əlimizdən alır, belə bizə neqativ şeylər edir və s. kimi belə təbliğ edirlər. Yəni və ya qara PR-ını aparırlar süni intellektin. Lakin bu doğru yanaşma deyil. Gördüyünüz kimi tarixən yaradıcı yıxımlar olub. Bu yaradıcı yıxımı fürsət kimi görən adamlar da olub. Neqativ şey kimi görüb özünə hücum kimi hiss etmiş adamlar da olub. Necə ki, məsələn üçün, vaxtilə at saxlayanların bəzilərinin maşın sənayəsinə nifrətinin yaranması kimi düşünə bilərsiniz. Başqa gəlin yaradıcı yıxım nümunələrinə baxaq. Bunlara ənənəvi dükanlardan onlayn alış-verişə keçid nümunə göstərmək olar. Misal üçün, ənənəvi dükanların daha aktiv olduğu dövrü nəzərə alsaq, həmin dövrdə iri nəqliyyat vasitələri ilə yük daşımanın daha çox həyata keçirildiyini görərik. Lakin daha sonralar onlayn alış-verişə keçdikdə bir növ iri nəqliyyat vasitələri ilə yük daşıma
daha çox kiçik nəqliyyat vasitələrinin yük daşımaya doğru dəyişdiyini görə bilərik. Yenə burada bir yaradıcı yıxım var və bu yaradıcı yıxım yenə müəyyən sahələrə öz təsirini göstərir. Misal üçün, fotoaparat filmlərindən rəqəmsal kameraya keçid, CD və kasetlərdən onlayn platformalara keçid nəzərdə tuta bilərik. Baxın, gördüyünüz kimi bunlar hamısı yaradıcı yıxımdır və tarixin ayrı-ayrı dövrlərində baş verib. Təkcə bizim başımıza gəlmir. Birincisi bunu qəbul edək. Yəni bizə hər hansı bir hücum yoxdur, bizim başımıza gəlmir və başımıza gələn bu şeyi fürsət kimi görmək və ya bədbəxtlik kimi görmək öz əlimizdədir. Yaradıcı yıxıma qarşı savaşmaq demək olar mümkünsüzdür. Ona görə ətrafınızda yaradıcı yıxıma qarşı mübarizə aparan bəzi insanlar görə bilərsiniz. Tarix boyu bu formada insanlar olub. Lakin yaradıcı yıxımlar nəticədə iqtisadiyyata dəyər qatdıqları üçün yaradıcı yıxıma qarşı mübarizə aparmaq biraz məntiqsizdir. Misal üçün, avtomobillərin maşınlarla əvəz olunması, baxmayaraq bəzi insanların işlərini əlindən alır, bir digər insanlara iş verir. Burada iqtisadiyyata qazandırdığı böyük bir dəyər olur. Artıq müəyyən qədər yükün bir yerdən başqa yerə daşınması üçün və ya müəyyən insan toplusunun bir yerdən başqa yerə daşınması üçün saatlarla vaxt tələb olunmur, daha az vaxt tələb olunur. Misal üçün 5 saatlıq yol artıq 3 saata düşmüş olur. Ona görə bu tip yaradıcı yıxımlara qarşı mübarizə mənasızdır. O tərəfdə olmamaqda fayda var. Mən özüm də süni intellekti tam da mükəmməl bir şey hesab etmirəm. Əsas da məsələn üçün hal-hazırda bu yaradıcı süni intellektlərdən olan şəkil yaratmaq və video yaratmaq kimi funksiyonallıqlarını cəmiyyətimiz üçün biraz təhlükəli hesab edirəm. Lakin bu başqa bir mövzunun videosudur. Bunun haqqında gələcəkdə danışarıq. Mən sizinlə çox da optimist olmaq istəmirəm. Biraz əvvəl nümunə göstərdiyim yaradıcı yıxımlarla müqayisədə indi başımıza gələn bu yaradıcı yıxım çox daha təhlükəlidir. Çox daha yaradıcıdır bir növ və nəticə olaraq bunun yıxımı da çox daha böyük olacaq. Lakin iqtisadiyyata və cəmiyyətə, nəticə olaraq bizə faydası da yenə digər yaradıcı yıxımlarla müqayisədə çox daha böyük olacaq. Yaradıcı yıxım haqqında tanış olduqca gəlin indi bizə maraqlı olan sualı özümüzə verək. Bu dövrdə hələ də proqramlaşdırma öyrənməyə dəyərmi? Və ya başqa sözlə, proqramlaşdırma öyrənmək bizim üçün səmərəlidirmi? Yoxsa bunu etmək yerinə başqa sahələrmi özümüzə tapmalıyıq? Bu sualın cavabı hal-hazırda məndə yoxdur. Və bu sahədə yaxşı olduğuna, bu suala doğru cavab verə biləcək adamlar olaraq düşündüyüm adamlardan da soruşduqda, təəssüf ki, suala açıq bir cavab ala bilmirəm. Lakin müəyyən qədər fikirlərim var və bu fikirlərim biraz əvvəl dediyim həmin adamlarla da böyük ölçüdə üst-üstə düşür. Mən proqramlaşdırma öyrənməyi hələ də faydalı hesab edirəm. Çünki bunu həm öz proqramlaşdırma öyrənmə təcrübəmdən irəli gələk deyirəm, həm də ki, mövcud bazarı, mövcud sahədə olan dinamikləri analiz edərək deyirəm. Proqramlaşdırma öyrənmək mənim şəxsi olaraq təkcə proqramlaşdırma bacarıqları və bu proqramlaşdırma bacarıqları nəticəsində əmək bazarında əldə etdiyim fürsətləri qatmayıb. Məni eyni zamanda düşünmə, qərar vermə, bir növ ətrafındakı sistemlərin işləməsi və ya heç proqramlaşdırma ilə əlaqəli olmayan, digital olmayan, gündəlik həyatımda olan müxtəlif iş axışlarını da sistemləşdirməyimə səbəb olub. Nəticə olaraq mən proqramlaşdırma öyrənməyi bir şəxsin proqramlaşdırma sahəsində gələcəkdə işləyib işləməməsindən asılı olmadan da öyrənməsini faydalı hesab edirəm. Birinci əlimizdə belə bir səbəbimiz var. Proqramlaşdırma öyrənmək bizə hansısa digital məhsulu hazırlamaq üçün təkcə lazım deyil. Keçək ikinci məsələyə. Hər nə qədər bu yeni alətlər çıxsa da, proqramlaşdırmanın fundamentini bilmədən bu alətləri hal-hazırda aktiv istifadə etmək, onlardan yaxşı məhsuldarlıq əldə etmək çətindir. Bu irəliləyən dövrdə dəyişə bilər. Amma bugünün şərtlərində hələ də proqramlaşdırma bacarığı əmək bazarında dəyərli bir bacarıq kimi hesab olunur. Bəlkə növbəti 5-10 ildə də bu formada olmağa davam edəcək. Forması biraz dəyişə bilər, amma mahiyyət etibarı ilə yenə proqramlar hazırlamağa davam edəcəklər. Artıq bəlkə bunu kod yazaraq yox, bir növ yazı yazaraq edəcəklər. Lakin yenə də bizim cəmiyyət olaraq proqramçı ixtisasına ehtiyacımız olacaq. Ən azı növbəti 5-10 ildə mən bu formada olacağını düşünürəm. Gəlin indi isə bu yaradıcı yıxımın yaratdığı fürsətlərin biri haqqında danışaq. Vibe coding. Vibe coding termini ilə mən 2 gün əvvəl tanış olmuşam və tanış olar-olmaz düşündüm ki, bu barədə çox yaxında video çəkməliyəm. Vibe coding ənənəvi bildiyimiz kod yazma metodu yerinə insan dili istifadə edərək kod yazılması prosesidir. Müəyyən proqramlaşdırma dillərində olan konseptlər, açar sözlər və ya sintaksislə hazırlamaq yerinə bir növ istədiklərimizi doğru ardıcıllıqla, doğru dildə, qrammatik qaydalara uyğun və ya süni intellektin başa düşəcəyi formada süni intellektə daxil etməyimiz başa düşülür. Olduqca maraqlı və həqiqətən yaradıcı yıxım sözünün haqqını verən bir
termindir, haqqını verən bir yanaşmadır. Məni vibe coding haqqında bu qədər həyəcanlı edən bir başqa şey isə, hətta proqramlaşdırma bilməyən insanların da vibe coding yanaşmasını istifadə edərək müxtəlif məhsullar hazırlaya biləcəklər. Müxtəlif gələcək məhsulların prototiplərini hazırlaya biləcəklər. Və bu öz növbəsində iqtisadiyyata böyük fayda verəcək. Hal-hazırda yüzlərlə, bəlkə minlərlə, bəlkə on minlərlə yaxşı ideyalar var ki, girişimci düşüncəsində olan insanların beyinlərində, hansı ki onlar həmin ideyaları həyata keçirtmək üçün şans tapa bilmirlər, investor da tapa bilmirlər. Çünki o ideyalar elə yaradıcıdır ki, elə yıxıcıdır ki, hətta investorlar da oradakı potensialı, oradakı fürsətləri görə bilmirlər. Amma vibe coding vasitəsilə bu tip ideyalar reallaşa biləcək, başqa sözlə prototipləşə biləcək və bunların içindən də çox yaxşı məhsullar ortaya çıxacaq. Bəlkə də prototip vibe codingdən hazırlanacaq, daha sonra real məhsul ənənəvi proqramlaşdırma metodları ilə hazırlanacaq. Bunu bilmirik və ya elə məhsullar olacaq ki, bütövlükdə vibe codingdən hazırlanacaq. Mən ona görə sizdən süni intellektə daha yaxın olmağınızı, süni intellekti düşmən kimi görmək yerinə dost kimi görməyinizi istəyərəm. Bəli, doğrudur ki, bu gün süni intellekt developerların işlərinə çox təsir edir. Onların əmək bazarındakı dəyərinin azalmasına səbəb olur. Bu proses bəlkə developerları əvəzləməklə olmur, amma bir şirkətin ehtiyacı olduğu işçi sayını, ehtiyacı olduğu developer sayını azaldır. Və nəticə olaraq həmin şirkət bəzi işçilərini ixtisar edir və ya daha əvvəldən ay ərzində 1-2 yeni developer işə götürürdüsə, artıq bunu bəlkə illərlə etmir. Nəticə olaraq biz developer maaşlarında ya azalma görürük və ya ümumiyyətlə vakansiyaların əvvəlki sayda olmadığını görürük. Bütün bu neqativ hallara baxmayaraq, mən özüm həm süni intellekti, həm də vibe codingi bir fürsət kimi görürəm. Bu sahədə daha çox öyrənməyə, bu sahədə daha çox kontent hazırlamağa zaman ayıracağam. Sizləri də bu səyahətin içində görmək istəyərəm. Vibe codingdən bağlı həyəcanınızı görmək istəyərəm. Vibe codingdən hazırladığınız şeyləri görmək istəyərəm. Bu videoda demək istədiklərim bu qədər. Növbəti videolarda vibe codingdən bağlı danışmağa davam edəcəyik. Vibe codingin məhsul menecerliyinə təsirindən danışacağıq. Vibe codingdən real nümunələr ortaya çıxartmağa çalışacağıq və çoxlu vibe coding və ya ümumiyyətlə texnologiya və proqramlaşdırma haqqında məzmunlar hazırlamağa davam edəcəm. Sağlıqla qalın, özünüzə yaxşı baxın.